Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balıbaba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə bilgi verdi. Bildirildi ki, bu 20 miqyaslı yaşıl enerji layihəsi Cəbrayıl rayonundakı 240 megavoltluq gücündə Şəfəq Günəş Elektrik Stansiyasının Azərbaycan enerji sisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerji sistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə Azərenerji Açıq Səhmdar Cəmiyyəti ilə BP şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub. İlk mərhələdə Azərenerji tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kilovoltluq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpa olunan enerji ilə təchizatı üçün 220-110-10 kilovoltluq yeni Səngəçal yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayılda istehsal olunan günəş elektrik enerjisi ölkə enerji sistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq. Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kilovoltluq saat elektrik enerjisi tələbatı bərpa olunan enerji hesabına qarşılanacaq. Hər il 120-150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260-330 min ton azalacaq. Ümumi sahəsi 6,5 hektar olan yeni Səngəçal yarımstansiyası 111 kilometrlik 4 yeni 220 kilovoltluq elektrik verilişi xətti ilə ölkə enerji sisteminə qoşulub. Yarımstansiyanın enerji təchizatı 785 megawatt gücündə Cənub və 385 megawatt gücündə Qobu elektrik stansiyaları, həmçinin 500 kilovoltluq Abşeron yarımstansiyası olmaqla 3 müstəqil mənbədən təmin edilir. Eyni zamanda buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kilovoltluq 5 hava kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kilovoltluq əlavə 2 hava kabel xəttinin çəkilməsi nəzərdə tutulur. BP-nin Səngəçal terminalı və Şahdəniz kompressor stansiyasının elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kilovoltluq saatdan çox enerji tələbatı ölkənin vahid enerji sistemi üzərindən qarşılanacaq. Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, idarəetmə mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlığını yüksək səviyyəyə qaldırıb.